Hoş geldiniz, hoş geldiniz. Buyurun, buyurun geçin. Bugün size hazır olmayan evimizi gezdirmek istəyirəm. Bütün deyilenleri dinləməyib, hələ ki planlaşdırmadığımız üçün biz uşaq otağı etməmək qərarına gəldik. Hər nə qədər yaşlı nəslin, bu cavanların axırı nə olacaq, jaq səsi qulağımızda exo versə də biz xoşbəxtdik belə. Sanki çox anlayırmışcasına hər gedəndə divarlar 90 dərəcədirmi deyə kontrol edirik. Göl mənzərəsini dəniz mənzərəsidir deyə paylaşacağım storylər ağlıma gəldi. Bəs sual verin, evin ən gözəl, ən geniş otağını qardırob otağı edərkən vicdanım biraz olsun sızladı mı? Yox. Bəs gəlmişkən evdə etdiyim testinglər nədən ibarətdir? Səhər oyanarkən üzümə yansıyacaq işıq, canım həyat yoldaşımı romantik səhərlərdə oyandırmağa çalışdığım cəhlərim, sizlərə sabahınız xeyir storisi atmaq üçün künc, video çəkəndən çəkənə evdə bişiriləcək yemək üçün pozlar, qapısız yataq otağımı, evimiz yıxıldı. Zarafat bir yana biz qapını bu hissəyə qoymağa qərar aldıq. Gözəl qonaqlarımız üçün sanitar qovşağı, həyatımda bir dəfə belə paltar yuyana paltar atmasam da bir ədəd çamaşırxana, bol işıq alan bir qonaq otağı. Yenə məşqimdən qalmadım, gəlmişkən qızlarla edəcəyim qeybətlərinə bir qısa özətini keçdim. Məsləhətlərinizi videonun altına gözləyirəm. İstəyən hər kəs üçün olsun. Sevgilə qalın, hələlik.